Məhəbbəti düşüb canıma, ana göz yaşını sildən oyalım. Eşkin məhəbbəti düşüb canıma, ana göz yaşını sildən oyalım. Yaşımı 20'ni yazmayıp geçeyim, yaşımı 20'ni anlayıp geçeyim. Gözlüye bilmile bilgan oyalım, gözün dertlerini bilgan oyalım. Ay balamdan şurada bir kız var, sarı köyleydi, evleri yerimize sögelecekti. Kara kaş kara kız yaman güzeldir, kara kaş kara kız yaman güzeldir. Gözünü yedir bile bilgan oyalım, özün derslerini bilgan oyalım. Ay bektirdi düştüm ana, eşk adına düştüm ana. Düştüm ana, eşkabına düştüm ana. Məhəbbətin qüdrətini, məhəbbətin qüdrətini atamı yanam incitməmişəm, elçini zəlmət azr etmişəm. Ay atamı yanam incitməmişəm, elçini zəlmət azr etmişəm. Soyumada hər təqar görmüşəm, Salam, hörmətli Baku News TV-nin tamaşaçıları. Xoş gördük sizləri. Xoş günlərinizə gəlirik. Necə deyərlər, biz yenə bugünkü gündə sizin görüşünüzə gəlmişik. Yenə hər bir qonağı, necə deyərlər, Baku News TV-yə dəvət edirik. Sənət adamları ilə görüşürük. Üzdə olan, üzdə olmayan insanları. Bəzən də bizim elə sənət adamlarımız var ki, dünyada yoxdular. Dünyalarını dəyişiblər. Onlara da Allah Taala'dan rəhmət diləyirik. Qalanlarına isə can sağlığı arzulayırıq. Bugünkü gündə doğrudan da bizim bu ictimai yaşayışımızda, bizim bu həyatımızda o qədərə gözəl sənət adamları var ki, bəzən onlar yada düşmür. Amma biz çalışırıq ki, bu sənət adamlarını biz bu gözəl qonağımız var verilişinə dəvət edək. Onlarla hal-əhval soruşaq, onlarla ünsiyyətdə olaq və onları xalqımıza bir daha, necə deyərlər, tanıtdıraq. Bugünkü gündə də biz yenə bu verilişdə qonaq gözləyirik. Yəqin ki, haralardasa gəlib çıxacaq inşallah. O qonağı da sizə təqdim edəcək. O qonaq haqqında da, necə deyərlər, azca da olsa tərcümə halını öyrənib, sizi kimi tamaşaçılarımızı məlumatlandıracaq. Arzum budur, bu şən həyat daim gülsün üzünüzə. Belə gözəl günlər qismət olsun hər birinizə. Bir daha sizə can sağlığı, xoş günlər arzulayırıq. Allah yaxşı, qonağımız var, dəvət elə gəlsin. Bax, doğrudan da, bayaq dediyim kimi, qonağımız var rubrikasında. Bizim bir gözəl xanımımız gəlir. Naibə xanım, xoş gəlir, səfa gətirmişsiniz. Buyurun, əyləşin. Salamatçılıdır. Siz necəsiniz? İşlər, güclər? Lap yaxşı, işlər də yaxşıdır, güclər də yaxşıdır. Təki yaxşı olsun, təki yaxşı olsun. Sizin işlər necə gedir? Şükür Allah'a, biz də bax, sizi kimi gözəl sənət adamlarını, dostlarımı, tanışlarımı, ümumiyyətlə bu incəsənət sahəsində çalışan yoldaşları dəvət edirəm bu gözəl verilişdə. Onlarla hal-əhval tuturuq. Onların necə deyərlər, azca da olsa tərcümə halı ilə, yəni onların çəkdiyi əziyyətlərlə, zəhmətlərlə sənətdə nə cür iştirak ediblər, nə cür bu sənətdə əziyyət çəkiblər, onları bir daha xalqımıza tanıtdırırıq
ve bugünkü günde de bizim bu güzel qonağımız var verilişində. Bizim güzel aktrisamız. Vaktiyle ben de bir yerde işlemişik. Arif Satire Tiyatro'nda. Arif müəllimə də uzun ömür, can sağlığı arzulayıram. Buradan onun qəlbimdə doluysa ürəkdən bağrıma basıram. Maskuç eləyirəm onu, ona ailədə, həyatda ancaq xoşbəxtlik, can saadəti, bir də ki, nəvələrinin toyunu görməyini arzulayıram. Nayda xanım, belə, mənim ilk sualım belə olur ki, siz neçənci ildə, necə deyərlər, dünyaya göz açmışsınız, harda, hansı Arif demişlər, hansı xəstəxanada, hansı məkanda, az da olsa məlumatlandırardıq bizi. Əvvəla sizin verilişiniz uğurlu, xeyirli olsun. Çox sağ ol. Davamlı olsun, hər zaman yaxşı olsun. Belə gülər üzlə qarşılayırsınız, gülər üzlə yola salırsınız. Sizin özünüzü də, bu verilişinizi də ürəklə, ondan gülər üzlə qarşılasınlar, gülər üzlə də yola salsınlar. Sağ olun. Hər zaman baxımlı olsun, hər zaman sevimli olsun sizin verilişiniz. Mən özüm adi bir ailədə doğulmuşam. Savadda ailədə doğulmuşam. Atam da oxumuş olub, anam da oxumuş olub. Bakıda doğulmuşam. Mamiyə də burada düzəl sağlığı, salamlar. Çox sağ olun, çox sağ olun. Allah ona ömür versin. Çox sağ olun. Bütün analara əlindən öpürəm. Hamısına can sağlığı arzu edirəm. Bakıda doğulmuşam. Xəstəxanada doğulmuşam. Evdə doğulmamışdır. Yəni xəstəxanada doğulmuşam. Ona məktəbi 199 nömrəli məktəbdə oxumuşam əvvəlcə. Sonra keçmişik biz mikrorayona, orada 9 nömrəli məktəbdə oxumuşam. Məktəbi qutarandan sonra İncəsənət İnstitutuna qəbul olmuşam. Düz deyib, mənim arzum İngilis dili tərcüməçi olmaq idi. Əvvəldən. İngilis dilində çox gözəl öyrənmişdim. Gözəl müəllimələrimiz var idi. Mənə İngilis dilini gözəl təqdim etmişdilər. Mən də o dili yaxşı sevdiyimdən istəyirdim ki, tərcüməçi olum. Amma iş elə gətirdi ki, o zamanlar biz qəbul olanda institutda konkurs var idi. İmtahanlarda İngilis dilindən doğrusu mən 5 aldım, o bir fənlərdən nəsə ballarım aşağı oldu və institutda qəbul ola bilmədim. Konkursa düşdüm. Yəni ki, kəsilmədim, konkursa düşdüm. Belə oldu ki, mənim bir qrup, sinif yoldaşım var idi, o dedi ki, bəlkə özü İncəsənət İnstitutunda bir yoxlayasın. Dedim, nə bilim, dedi ki, imtahan ver də, bəlkə qəbul olarsın. Elə bu bəlkələr də mənim həyatımın təməlinə çevrildi və məni bu incəsənət aləminə aparan yol oldu. Bu neçənci ildə bu hadisələr tüğyan edir? Bu hadisələr tüğyan edir 77-81-ci illər arasında. Aktyorluq baxıyorsunuz. Xeyr, mən İncəsənət İnstitutunun Mədər Maarif Fakültəsində. Teatr kabinetində. Bəli. Mən getdim Dəvəçi rayonuna, bizi o vaxtı göndərirdilər təyinatla rayonlara. İnstitut qutarandan sonra getdim. Təyinatla Dəvəçi rayonunun bir mədəniyyət evində müdür oldum. Neyse vaxtımı başa vurandan sonra gəldim Bakıya. Bakıda Arif müəllimlə tanış oldum və onun köməkliyi ilə hər bir insan vasitə ilə harada gedir, kimlənsə tanış olur və həyatını o cürə qurur. Mən də çox şükürlər olsun ki, yaxşı bir adamla, yaxşı bir insanla, yaxşı bir yoldaşla, həm də gözəl aktör olan Arif Quliyevlə tanış oldum və onun vasitəsilə mən musiqili komediya teatrına işə düzəldim. Lap yaxşı, lap yaxşı. Orada işlədiniz bir neçə... Bəli, işlədim. 92-ci ilə kimi orada işlədim və 92-ci ildən sonra Arif Quliyev özünün satira teatrını yaratdı və biz o teatra getdik. İndiyə kimi də o teatrda işləyirik. Elə. Mən də orada... Amma aktrisa kimi də nədən marifət kimi işləmirəm. 97-də işlədim. 97-ci il idi deyəsən məndə. O vaxt qastrollara... Yəni 27-28 ildir mən Arif müəllimlə, bir tək Arif müəllimlə yox, bu sənət aləmindəyəm. Bəli. Ona görə də biz bu sənət aləmində olan gözəl insanları, sənət adamlarını dəvət edirik, çağırırıq.
İndi məsələn bizim tamaşaçılarımız çoxsu bilmirdi siz kimsiniz, nəçisiniz. Hani üzdən tanıyırlar, məsəl üçün ki, bu aktrisadır, bu xalqın aktyorudur. Amma o dərindən o mahiyyətini, tərcümeyanını bilmirlərdi. Bu gün də özünüz onu dediniz. Hal-hazırda da Arif müəllimində çalışırsınız. Bəli, indi də çalışıram bir yerdə. Satira teatrı. Arif satira teatrı, bəli. Biz o İşləyir, Allah Arif müəllimə can sağlığı versin və bu teatrın ömrü uzun olsun. Amin. Mənə elə gəlir ki, bu kino bizim Azərbaycan filmində Bəyin Oğurlanması filmində. Orada sizin o fragmentiniz var ki, birbaşa orada da Arif müəllimin köməyi olur ki, siz o filmdən çəkilməyi olacaq. Biz Şamaxı rayonuna qastrolda getmişdik. Şamaxıda qastrolda olanda biz Qasinzada qalırdıq. Şamaxıda 9 mərtəbəli bir Qasinza. Yəni Qasinza meymanxana. Meymanxanada qalırdıq. Orada film də çəkirdilər. O filmin işçiləri də hamısı oradaydılar. Rəhmətli Ceyhun Mirzəyev və Vaqif Mustafayev ikisi də orada Bəyin Oğurlanması filmini çəkirdilər. Çox aktyorlar, tanınmış aktyorlar, tanınmamış aktyorlar hamısı var idi orada. Və bir gün biz oturduq, Ceyhun müəllimlə çay içirdik, oturub söhbət edirdik. Filmlə kənarda idik. Dedi Arif müəllim sizin üçün bir rol, Arif müəllim üçün bir rol yarattılar orada. Doğrusu kino çəkiləndə əvvəldən Arif haqqında heç bir fikir olmayıb. Fikir olmayıb ki, bu filmdə Arif müəllim də çəkilsin, yaxud mən də çəkilim, ya kimsə çəkilsin. Hər bir film, hər bir bu televiziya verilişlərinin hamısı proqram əsasında qurulur. Demək olar. Senaryo əsasında. Senaryo əsasında qurulur və bu senaryo əsasında da getməlidir. Amma Arifi gördülər və nəysə Arifi çəkdilər. Bir, 2-3 gün Arif müəllim getdi. Şamaxıda Məlhəm kəndində çəkilməyə. Mən meymanxanada otururdum. Bəzən gedirdim bu çəkiliş meydançasına, gedirdim onlara baxırdım. Çox yüksək həvəslə baxırdım onların çəkilişlərinə. Bir gün yenə də çay içirdik. Ceyhun müəllim qayıtdı dedi ki, Arifə, Arif bəlkə sənə bir sevgili də verək. Sən tək çıxış eləmə. Dedi, mən nə bilim, çaşdı qaldı Arif mən. Mən burada o sevgilini hardan tapım, kimə deyək, kim gəlsin. Ceyhun müəllim söylədi ki, Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Dedi ki, nelirsən sən oran-buran axtarırsan, sənin sevgilin yanında otur. Naibə buradadır. Sevgilin yanındadır. O çəkilə bilər, dedi ki, aktrisası çəkilməlidir və çəkilə də bilər. Və bizim taleyimiz Bəyin Oğurlanması filminin taleyində bizim oradakı kiçik də olsa bir rolumuz bizi həm Azərbaycana tanıtdı, həm xalqımıza sevdirdi və mənim ən birinci müvəffəqiyyətim həmin Bəyin Oğurlanması filmindən oldu. Bəli, uğur qazanmalı. Bəli. İndi onu sevə-sevə baxırlar bizim tamaşaçılarımız. Bəli, kiçik bir fragmentdir. Amma yenə də hamının dilində əzbər olub, axşam gələrsən, ora. Çox adam da mənə sual verir ki, ora haradır? Deyir ki, onu Arif müəllimlə biz bilərik, başqa içində söyləyərik. İndiyə kimi də bütün Azərbaycan xalqı oranı axtarırlar ki, haradır? Onlar da bilmirlər, çünki özümüz də bilmirik ora haradır. Bəli. Doğrudan da o filmi bizim tamaşaçılarımız, xalqımız sevir. Elə söhbətimizin bu əsasında istərdik ki, Bəyin Oğurlanması filmindən o dediyimiz epizoda baxaq. Ondan sonra yenə söhbətimizi davam edək. Bax, çayımız da gəldi. Biz də, necə deyərlər, əmək qolunuz var olsun. Sağ olun, sağ olun. Naibə xanım, elə çay içə-içə o fragmentə baxaq. İsrafil, ay İsrafil! Yadımdan çıxdı, xoşbəxt olsun da! Sen sayın yaparım da. Sen gideyim ben teresine. Sana ben sana demek isteyirdim ki. Elemem de. Neyi? Seni sevdiğimi. He, elemem de. Onda akşam gelen de. Hara. Ura! Deməli, doğrudan da biz bu fragmentə baxdıqca orada sənətin qaymaqları iştirak edir. Rəhmətli Səməd Dərbəyev.
Allah ona rəhmət eləsin. Eldəniz Zeynalov. Eldəniz Zeynalov. Ana, Yaşar Nuri. Siyavuş Asla. Allah Siyavuş müəllimə. Can sağlığı versin. Ömrü uzun eləsin. Və səhnəmizə yenidən qayıtsın. Çox sağ olun Aybə xanım. Doğrudan da bax, bu gün gəldiniz. Belə bu məlumatlandırdınız. Bəzən görsən ki, tamaşaçılarımız bu belə məlumatlardan zəifdirlər, bilmirlər. Qastrollarda hardalarda olmuşsunuz. Mən bilirəm ki, 97-də biz bir yerdə işləyəndə Şəkidə olmuşuq, Şəmkirdə olmuşuq. Bu bizim Azərbaycanımızın daxilində. Orada da gözəl sərgüzəşlərimiz olub. Orada da gözəl sərgüzəşlərimiz olub. Doğrudan da bütün o bizim buradan Şəmkir cəmaatında, Şəki cəmaatında salam veririk. Onlara uzun ömür, can sağlığı arzulayırıq. Doğrudan da o vaxtı gülüşə Meyil çox idi, tələbat çox idi. Biz hara gelirdiksə, hansı qapıya girirdiksə, o qapıda Arif müəllimin ayağının altında qoyun kəsirlərdi, qoz kəsirlərdi. Ki, Arif müəllim bu gün... Ən aşağısı toyuq da olsa kəsirlərdi. Bəli, kürdü günlərin Arif müəllimin teatrı, bax bu bizim qonağımız. Mənim yadımdadır, Şəkinin Susma kəndi vardı. Orada bizim bir qohum var, mən istədim ki, gedim onları yoxlayayım. Getdim elə qapını açdım, çağırdım. Günorta üstündə isti vaxtı getmişdi, iyun ayıydı. Heç kim ki eləmədi. Gördüm ki, orada balaca it balaları var, yəni küçüklər də. İstədim oraya yaxınlaşıb, evin altından bir dənə yekə it çıxdı, məni gördü. Mən qaçmaq istəyəndə bu arxadan tutdu mənim ayağımı. Yadımdadır. Deməli, orada da qohumlar çıxdı ki, sən hara getdin dedim da, salam sağ ol. Qutardı. Gəlmişəm indi, səhnədə tamaşan oyunda artıq bir şey görmüşəm ki, tam ağrıyır, məndə ağır hissi ver. Arif müəllim soruşdu ki, nə olub tamaşaçıların içərisində, sənin bu ayağında? Dedim ki, ayağımı itdirdim. Deyir ki, Şəki cəmaatı o qədər qonaqpərvərdir ki, qonaqpərvərliyinə baxmayaq, itləri də sənə çox istəyib, tutub buraxmayıb ki, gəl qonağımıza. Bunlar hamısı bir zarafat, gülür. Sonra başladım. O iğnə var ki, quduzluğa qarşı iğnə. Yadımdadır. Apardılar. Apardılar məni. Hansı balıqını gedirdikcə ki, quduzlaşmağa iğnə. Tabii ki, elə bilirdi zarafat edir. Elə bir ki, zarafat edir. Deyirlər ki, yoxsa sizə qudurmuzu bura gələnlər. Yəni, axırda Ramiz müəllim vardı. Dəhnə xəstəxanasının başa kimi. Orada akası getdi, o ilə tapıldı, vuruldu. Hər ehtimala qarşı da bu. Vurulmalı, baksın ki, vurulmalı. Deyir, qonaq səndə olar, deyir, mən ev yiyəsi sual verir, qonaq, necə deyir, az danışır, qonaq... Çox danışır. İndi mən qonağımızı dəvət eləmişəm, amma imkan vermirəm ki, mən ona sual verir, özü danışır. Yəni, bu da hamısı mənim Naibə xanımı çox istədiyimdəndir. Biz bir qarşı çalışmışıq. Elə olur ki, vallahi bir boşqabdan yemək yeyirdik. Bəli, yəni çətinli günlərimiz olub, şən günlərimiz olub. Naibə xanım, çox gözəl yadımızda qalır. Bəli. Həmin günləri yada salanda indi, gülə-gülə yada salırıq. Bəli, elədir. Elə vaxtda olub ki, maşında yer olmayıb, səni mən qucağımda durum. Elə bir şeydə olub. Yadımda da o şəkil məndə indi. İndiyə kimi evdə də. Laf yaxşı. Mən Azərbaycanın hər yerini, hər qarışını, hər addımını gəzmişəm. Arif müəllimin sayəsində, Arif müəllimin teatru sayəsində, sizin sayənizdə, bütün kollektivimizlə bərabər Azərbaycanı dönə-dönə bütün rayonlarını, hətta ən ucqar kəndlərinə belə gedib çıxmışıq ki, orada cəmaatımıza, xalqımıza bu incə sənətdən, bu gülüş payından bir damla da olsa onlara tövbə verək. Yəni ki, Azərbaycanın hər yerini gəzmişəm, hər yeri dilbərdir, gülşədir, hər yeri gözəldir, hər yeri qəşəngdir. Necə də qəşəng qarşılanırdıq. Bəli, hər yerdə çox gözəl qarşılanırdıq və bizi sevə-sevə qarşılayıb, sevə-sevə də yola salırdılar. Mənə çox təkliflər olub Azərbaycandan kənarda yaşamağa. Amma mən Azərbaycanımın, Bakımın, kəndimin, kəsəyimin bir qram torpağını mən dünyanın bütün var dövlətinə dəyişdirəm. Heç bir var dövlət məni Azərbaycanı sevdiyim qədər sevindirə bilməz.
Evet. Ay bakalım, o vaxt bizim o kollektivdə Nizami müəllim, Mirsalayev, Nizami Mirsalayev var idi. siyasət. Siyaset var idi. Sonra Azərbaycan Dövlət Dram Teatrında işləyən Firuz Xudavərdiyev vardı. Ondan sonra bəzi aktyorlar, aktrisalar var idi. İndi onlar bəziləri uzaqlaşıblar sənətdən, bəziləri də daha yüksəyə gediblər, bəziləri elə mənim kimi sakitcə yerlərində sayırlar. İnşallah, inşallah sizin için de. Onların hamısına can sağlığı, hamısını buradan öpürəm, hamısına can sağlığı, uzun ömür, hamımızın yaradıcılığında müvəffəqiyyət arzu edirəm. Canınız sağ olsun, ruzunuz olsun, hər yerdə ağınız açıq, üzünüz ağ olsun deyirəm. Sağ olun abi. Çox sevirəm. Mən həmin adamlar, mənlə işləyən, mənim işlədiyim bütün adamların, bütün aktyorların, aktrisaların, adi bir fəhlənin də qabağında diz çökürəm. Çünki onların hesabına mən nail olmuşam. Bəli, elədir ki var. Bunları unutlanmaq olmaz. Elə söhbət elə Arim müəllimdən düşmüşkən siz istərdik ki sizin orada bir səhnəciyinizdə da bir seyr eləyək baxa. Sonra söhbətimizə davam eləyərik. Bu televizyon işi uzun məsələdir. Niye ay qardaş? Qoy qalsın sabaha. Çünki indi elə bir peridasiya yoxdur. Konsert, mansetində vaxtı keçib. Bütün sabah gəlirəm. Şəhidimlə bunu əməlli vaxtı düzəldəli. İntihasızdır ki, detal lazımdır, provatdan, mampadan lazımdır. Biraz pul versin, gələndə mağazindən gələr. Bu saat gətirən. Qayf edir. Qoltuğunda boz, qara, içərisi kağız kağız dolu qovluq, gözündə eynək, harası tələsir. Oğlum Mehmet Ağa. Mehmet Ağa. Mehmet Ağa kimdir? Mehmet Ağa bu oğlum Mehmet Ağa bu. Sen açıyor. Mehmet Ağa. Sağlığım. Ben toşluyum. Dedim Ahmet Ağa oxşuysan. Oxşuysan da bunu oxşuysan da. Yoksa ben Mehmet Ağa deyirəm ben. Ulan bilmez yoxuyacaq. Sen harda anadan olmuşsan, saz. Necə adı doğulmuşam, xəstəxanada? Hansı xəstəlikdən doğulmuşam? Buna bak! Hayır, vay, sana benim kim babacı kimi? Ay yok, kimdir? Bu benim ikinci arvadımı oxşuyur. Ne? Ama boşadım onu. Doşlu oxşuyur, doşlu özüdür. Niye? Ki birbirinin burnundan pul delip düşürlər aşağı. Doşlu. Ama ben onu boşadım. Niye? Çünkü restoranları gezdirdi. Axı neye göre sen aktarırdın? Restoranları gezdirdi. Ay Ömer, sen o arvaqları boşayanda, onlar için evde bir şey sakladın. Bu restoranları gezdirdi. Et satırdı. Et satırdı, meyve aktarırdı. Ona göre boşadım. Ay Ömer, sana bir sorma abi. Sen o arvaqları boşayanda evde olan bir şey sakladın yoksa yok? Sakladım. Ne sakladın? Mahkeme kurdular. Her şeyi gördüler. Öldüler. Ağlam. Ay yavaş kaldır bunu. Ayarmaz. Ayarmaz başlıyor. Kalkın. Ayarmaz başlıyor. Bu uşak dedim. Sen ayvalanış eşidir. Evet. Gördüler mahkeme dedik. Yazın ben dedi. Yazın ben dua bir şey sakladım. Ne? Enesine 3 tane uşak koydum. Enesini için sakladım ben neyleyse. Ahır diye sattıramadın. Canım. Biz başa düştük bunları. Bunlar hamısı başa düştük. Siz görürsünüz burası sahnedir. Biz artistleri, bu da mesleği. Türk şey olur burada. Meşhur Hollandiya tamadası Asabala Severov değil ki. Mümkünleştiği sahnedir. Kulüpler de doldu artistlerle.
Yaxşı. Siz gedin. İndi sizin zamanı deyil. Zamanı dəyişir zaman. Bir deyirsən, qardaş, zamanı dəyişir. Bir deyirsən, zamanı dəyişir. Qardaş, bir deyirsən, zamanı dəyişir. Dəyişilir. Dünəndən sonra orada girmişdim, birinin cibinə pulunu çıxardım. Mən əlimi çıxarınca qoyundan qızıl sardım apardı. Yox aşır. Zamanı çıkmaz o. Bir hakir salat, bir ağzımı açardım. Bir ağzımı açır, qızıl dişlerimi apardım. Mən bir yıkılı evin direğiyim. Yarın indi burada bir Türk arar olsa onu desersin. Eğer Türk'e boyda badımdan turşusu olsa içerəm. Nasıl? Bir metre arar olsa necə içersen? İçerəm, eğer metre boyda turşu badımdan olsa içerəm. Orada bir vagon da olsa içersen? Yok. Niye? Çünkü vagon boyda badımdan turşusu olmaz. Ağabey sen ne danışırsan? Senin savadın yoktur. Mektep okumamsan. Okumuşam. Mənim kulağımdan tutup tartardı ki, başa düş. Karl Marx'la Friedrich Engels ayarmak değil. Adi ressamdılar. Sizin iteyliyim, evde itsaq deyirəm, bak, alamaz. Buyurun. Niye? Çünkü arvad ondan soruştu ki, kişi ne kadar için? Dedi, ha. Arvad dedi, İki buçuk arak için. Eğri baktı bana. Sonra dedi, bu kişi ne kadar pide içim? Başladı ulan bana. Arvad dedi, bir bosta pide içmişse. Üstüme, arvad işe gider gibi iti başladım, elbis dedim. O da ne bu halat aldı. Gece gündüz akın olur, yazlar gelir yüz vurup yakın olur. Restoranda geçen ömür nağıl olur. Arad. Hər adamın səhnədə bir tərəf müqabili olur. Sizin də həmişə tərəf müqabiliniz Arif müəllim olur. Arif müəllimin sizin tərəf müqabilinizdə bir-biri uyğun gəlir. Ünsiyyətdə də, ondan sonra xasiyyətdə də, necə deyirlər, aktyoru gərək səhnədə başa düşəsən. O tərəf müqabili, o onu başa düşəsən. Bir gözləmə, bir hərəkətlənmə. Bəli. Ya bir baxışla. Gözləmə. Bəli, bir baxışla. Neyləsə, insan bir-biri başa düşmür. Başa düşməyəndən sonra onların tərəf müqabilliyi heç cür alına da bilməz. Elədir. Nay baxaq, bax bu indi bu sənətdə olan vaxtında gəzirik də, o rayonlarda, zətdə. Saldatlarla bizim əsgərlərimizlə də görüşdə zətdə olmuşuq, çox görüşlərdə olmuşuq. Qocalar evində deyək. Haralarda olmuşuq, onlardan danışıq. Nə deyə bilərəm, mən cəbhə zonalarında çox olmuşuq Arif müəllimlə. Onun teatrla da getmişik cəbhə zonalarına. O zamanki müharibə getirdi. Biz o zamanlarda olmuşuq cəbhə zonalarında. İndinin özündə də Allah əskərlərimizə qıymasın. Allah onlara can sağlığı versin. Vətənimizi qoruya bilsinlər. Cəmaatımızı, elimizi, obamızı həmişə üzün gülər etsinlər. Allah onlara can sağlığı versin. Heç bir düşmən gülləsinə onlar rast gəlməsin. Biz onlardan fəxr edirik və onları sevirik. Və onların gücünə də inşallah torpaqlarımıza alacaq, torpaqlarımıza qayıdacaq, yenə həmən o torpaqlarda yenə gedib konsert proqramları ilə. Şuşada da çıxış eləmişik, Laçında da olmuşuq, Azərbaycanın o cəbhə zonaları olan Qubadlıda da olmuşuq, Zəngilanda da, bütün o Füzuli bölgəsi, Ağdam, onların hamısında olmuşuq və indi də gedirik, onları ziyarət edirik, onlarla görüşürük və onların üzündə bir balaca təbəssüm yaradanda bizim özümüzün qəlbimiz dağa dönür. Sevinirik ki, yəni bu əskərlər bu əziyyətlə, bu çətinliklə torpağın üstündə yatırlar, onlar növbə çəkirlər. Torpağın üstündə də yata bilərlər, otura da bilərlər, suyun içində də qala bilərlər. Onların o əziyyətlərini Allah yerdə qoymasın. Və biz onların üzündə bir balaca təbəssüm görəndə biz də sevinirik ki, yəni bu insana bir balaca gülüş payı, bir balaca sevinç də olsa biz pay verə bildik özümüzdən.
Ondan gedirik, hocalar evinə də getmişik, dəfələrlə dönə-dönə. Uşaq evlərinə gedirik, Mərdəkanda gedirik uşaq evlərinə. Ondan bu 8-ci kilometrdə ilə yer. Orada da uşaq evləri var, orada gedirik. Ondan sonra internat məktəblərinə gedirik. Misal üçün getmişik. İnternet məktəbi Nərimanov metrosunun yanında bir məktəb var, internat məktəbi. Orada gedirik, başqa internat məktəblərinə gedirik. Və hər bir insanın, o yerlərdə olanların çoxu üzü gülmür. Evet. Onlar çünki həyatda tam xoş gün görmürlər. Ona görə də biz onların üzündə bir balaca təbəssüm yaradanda sevinirik, özümüzü rahat hiss edirik ki, yəni bunlar bir balaca da olsa üzündə təbəssüm oldu, sevindi, güldü, bizə qarışdı və ürəyində olan, Allah heç kimə dərd verməsin. Ürəyində olan dərddən, qubardan, çətinlikdən bir yarım saatlıq, bir saatlıq da olsa uzaqlaşdı. Yəni gedirik, niyə? Bizi dəvət edirlər Rusiyada, ondan Belarusiyada da olmuşuq, Ukraynada da olmuşuq, Donetsk şəhərində olmuşuq. Düz getmişik, bu Dalnivostok deyirlər. Dalnivostok Azərbaycanca nə deyirlər? Uzaq bir ölkədir də. Uzaq şərq. Uzaq şərq ölkəsinə ora qədər gedib çıxmışıq. Bütün Azərbaycan diasporaları bizi dəvət edir. Bütün Rusiyanın harada Azərbaycan cəmiyyəti varsa, onlarla əlaqə yaratmışıq, ya onlar bizlə əlaqə yaradıblar və gedib orada Azərbaycanlarla görüşlər təşkil eləmişik, onların qarşısında dönə-dönə çıxış eləmişik. Bax, doğrudan da adam elə o günləri yaşadıqcan, yada saldıqcan, o xoş xatirələrdir. Biz sənət adamları da həmişə çalışmışıq ki, insanı üzündə təbəssüm yaradan, onlara sevinç bəxş edir. Bu özü bir dünyadır. Bəli. Əlbəttə, buradan, necə deyərlər, neçə min kilometr yollarla gedirsən, poyuzdan düş, samalyotdan düş, gəmiyə min. Yəni ki, axırdan düş təyyarəyə min, təyyarədən düş, avtomobilə min, aktyor həyatı çeşmə olur. Qaynar bolaq kimi şeydir. Bir gün boyca axır, bir gün oyca axır. Hara axdıqca, hara getdikcə ora sevinc aparır, təbəssüm aparır. Yəni ki, biz sənət adamlarımızın işi budur. Sənəti budur. Ona görə də... İşimizi sevirik. Xalqımız bizdən nə tələb eləyirsə, biz onun cavabını verməliyik. Verməsək biz nankör olarıq. Bəli. Azərbaycan incəsənətində elə aktyorlarımız var ki, elə sənət adamlarımız var ki, bəzən görürsən ki, bizə o uzaqdan, Rusiyanın elə özündən də görürsən dəvətlər gəlir ki, bəli, bu aktyorları aparıb orada filmə çəkməyə dəvət edirlər. Ondan sonra sizə belə bir məlumat zar. Hələ elə bir şey yoxdur. İnşallah olar. Hələ bir Azərbaycan filmlərində dəvət alın, sonra İnşallah dəvət alarsınız Allahın köməyi ilə. İndi bəzən görürsünüz ki, elə rejissor var ki, kino rejissoru var ki, aktyor axtarır. Bir də görsən hansısa bir verilişdə deyir, hə, bu aktyor haradaydı, indiyə qədər mən görməmişəm. Dəvət eləyir, çəkilir, sonra olur elənciyinə. Məsələn, mən özüm deməli 86-cı ildə təsadüfən bu İrandan qonaqlar gəlmişdi. Onlar elə bu çayxanada oturmuşdu. Onlar da gəldilər ki, baba oturmaq olar, dedim, əyləşin. Söhbət əsnasında dedilər, biz burada film çəkirik. Elə bizim filmimizdə də sən uyğunlaşırsan. Dedim, elə mən də aktyoram, belə. Və Kəndirin filminə mənə dəvət aldı. 86-cı ildə, deməli, film çəkildi, Mazandaran şəhərində çəkildi, ondan sonra Həmədan şəhəri var, orada çəkildi, Təbrizin özündə çəkildi. Deməli, bu təsadüfdən zərurət döyülür də. Yəni ki, axtardığın elə bir şey, aparar demiş, axtardığın yarını yetirdi pərverdigar. İndi Allahın köməliyi ilə də elə bir rejissorlarımız da səlsin, sizi tanıyırlar, gözəl Azərbaycanda kino rejissorları da var, teatr rejissorları da var. Bəzən görürsən ki, indi sənətə qiymət vermirlər, yox, qiymət də verirlər, xalqımız da, dövlətimiz də yaxşı qiymət verir. Başqa bir xoş macəralardan, əhvalatlardan eşitmək istəyirsiniz, bu qastrol ərəfəsində olan hadisələrdən, gülməli hadisələrdən. Başınıza nələr gəlib sizin? Başımıza gəlməyən var ki,
Mənim yadıma gəlir, biz Şəkidə Qastrollda olanda bir dənə uzun qulaq gedirdi də. Üzr istəyirəm tamaşaçılardan. Bizim də eşşək deyirlər də. Bizdə Gülçin vardı vaxtımızda. Mən dedim ki, Naibə xanım, Gülçin, kim deyirlər ki, atalar deyir ki, subay qızlar, eşeğin üstünə minəndə dəxtaçıdır. Dəxtaçıdır. Bilmirəm, siz deyirdiniz yoxsa Gülçin eşək minəndə eşək büdürədi. Yox, mən olmaram. Gülçin eydi deyəndə eşək qaydı yedi. Nəsə bu özümü... Gülçinə də burada salam söyləyirəm. Allah'ına can sağlığı versin. Ailəsində xoşbəxtlik yaratır. Daha bir, başqa bir macəralarınız var. Başqa macəralar. Arif Quliyevlə bağlı. Arif Quliyevlə bağlı mən nə deyə bilərəm sizə. Arif Quliyevlə bağlı çox macəralarımız olub. Çox yerlərə getmişik. Çox səhnələrin şahidi olmuşuq. Naibə xanım, bu qastrol vaxtında bizim o qədər başımıza hadisələr gəlir ki, baxmayaraq ki, biz xalqımıza, millətimizə gülüş bəxş edirik. Amma bizim özümüzün də öz macəralarımız olur. Hadisələrimiz olur ki, öz-özümüzə oturmalara da gülürük ya. Bəli, özümüz də insanıq, biz də gülməyə sevirik də, biz də istəyirik, gülək, danışaq. Cəmaatı güldürmək şərt deyil ki, gərək özünlə gülməyi bacaraq. O qastrol hadisələrindən danışdıq. Bir dəfə biz Şəmkirə qastrola getmişdik. Səhnədə çıxış edirdik, millət dolu, hamı gəlib, zal doludur, ayaq üstə duran da var, oturan da var, uzanan da var. Neyse. Yəni, millət çox idi. Elə oldu ki, Arif müəllim dedi ki, mən səhnəyə zaldan çıxacam. Bu Baloğlan sərgüzəşti, Baloğlanın sərgüzəşti səhnəciyi vardı. O səhnəni bir növ Baloğlan xeyrinə, o səhnəni biz səhnələşdirirdik. Mən çıxdım, çıxış elədim və Arif müəllim səhnənin arxasına qaranlıqdır. Zal axı işığı söndürürlər ki, zalın işığı sönür və səhnənin işığı daha da gür olur ki, tamaşaçılar rahat baxa bilsinlər. Biz də oturub mən səhnədə sözümü dedim. Bir də gördüm ki, arxadan zalın qapısı açıldı, Arif müəllim oxuya girir içəri. İçəri girdiyindən bir də gördüm ki, orada bir səs-küy qopdu. Aləm qarışdı bir-birinə, biri qışqırır, biri tükürür, biri nə bilim neyir, biri söyür, biri xoş söz deyir, biri gülür. Mən qaldım belə, səhnədə tək qalmışam. Hadisədə xəbərim yox. Xəbərim yoxdur, o qaranlıqdır da, o tərəf. Səhnənin zalın aşağı tərəfidir və ora qaranlıqdır, mən oranı görə bilmərəm. Amma səs-küyə eşidirəm. Biri söyür, biri qışqırır, biri gülür, biri gülür. Nə iş görür? Axır ki, biraz keçdi, gördüm yenə də Arif müəllim səsi çıxdı, gəldi səhnəyə, çıxış elədik. Səhnəni yola verəndən sonra dedim, Arif müəllim orada nə olmuşdu? Qayıtdı dedi ki, mən elə zaldan içəri girəndə sən demə orada nəzarətçi qoyublar ki, səs-küy olmasın, uşaqlar içəriyə soxulmasınlar, çünki içəridə adam çox idi. Yəni ikinci seansı da oynayacaqdı, cəmaatın çoxu Arif'i çox sevdiyinə və mənim çox sevdiyinə, aktörlarımı yoxsa bu gülüşü çox sevdiyinləmi, səhnəni çox sevdiyinlərinəmi gəlib oturublar, oturmaq istəyirlər, basa-basallar. Nəzarətçi orada durub, bir dənə də sərxoş adam hər dəqiqəsində gəlib bunu narahat edib, başını xarab edirmiş ki, mən gedirəm Arif müəllimə baxmağa. Bu neçə dəfə bunu qollayıb, neysə bunu çıxardıblar şöyle. Qapını bağlayıb, indi zalda bir çıxış edirik, artıq ikinci, üçüncü səhnədir. Neysə, həmin sərxoş oradan keçib, elə bilir ki, elə bilib ki, həmin sərxoşdur, Arif müəllim sərxoş rolunu oynayırdı orada. Sərxoş vəziyyətdə o mahnı oxuya gəlir, yalnız, neysə, belə bir mahnı oxuya gələndə nəzarətçi elə başa düşür ki, həmin sərxoşdur və Arif müəllimə bir də qəşəng, gözəl, yağlı bir təpik ilişdir. Ahmet o orada qarışır. Mənim xəbərim. Sonra da görürlər ki, Arif müəllimdir və yüz dəfələrlə üzr istədilər, çox minnətə xahiş gəldilər. Amma bu olan şeydə ola bilər səhnədə. Gör nə qədər Arif müəllim təbii oynayır ki, onu
adi bir insanla seçə bilməyirlər. Nə olsun ki, aktyordur? Bəli, bəli. Rol oynamaqla deyil. Elədir. Həyatda elə olasan ki, səhnədə elə olasan ki, həyatda da həmin şey hiss olunsun ki, elə düşünsünlər insanlar ki, həqiqətən bu doğru bir şeydir. Elədir ki, var. Yəni ki, belə əhvalatlar baş verir. Bəli, sizin öz başınıza da belə bir əhvalat gəlir. Bir də bir Sansır rayonundaydısa, deməli konsertə başlamışıq, millət də dolub zala. Sən də artıq bizi aparmışlar, deməli o mədəniyyət evinin yanında həyat evləri vardı. Orada bizə yemək zad verdilər, çörəyimizi zadı yedi. Siz də biraz gecişmişdiniz, gəlirdiniz. Artıq gələn momenti. Səhnəyə çıxdınız. Deməli klubun böyründə də bir dağ yeri var, bu tərəfdə də Gözbəçə vardı. Özdəki sənə deyim, klubun arxa tərəfində yeni tikili var idi. Biz oradan atlana mən səhnəyə çıxmalıydım. Siz orada gəldiniz yolda. Yolda belə əyri fason yol idi. Tramvay yıxıldı, sənlər gördülər. Orada olan xanımları, qadınlar. Apardılar səni geyindirdilər. Təzə yerə həmən yolu gəldi. Biz də qışqırıq ki, o yoldan gəlmə. Bizi eşitmirdi. Yenə həmən yoldan gəldi. İkinci dəfə yıxıldı. Yenə də apardılar. Yenə patlatalım geyindir. Üçüncüsünə yenə də gəldi. Yəni həmin günü mən səhnəyə çıxmadım. Həmin gün səhnəyə çıxmadı. Arif mən də dedi ki, bir gün daimi kərpiş gəzmədi. O kərpiş gəzən günü. O anda oldu anda. Olur da, olur. Kastrolda olan hadisə. Yəni həyatda hər şey olur. Gülməli bir hadisədir, mənim başıma gəlir. Elədir ki, var. Yaxşı ki, yadıma düşür, yadımda qalır. Hamısı xatirələrdir. Yaddaşda qalan xatirələrdir. Doğrudan da bu sənət adamları, məsələn, düzdür, həyatda elə şeylər var ki, naxşı gətirmir sənətdə. Taxtı gətirməyənlər də var. Sənətdə naxşı gətirməyənlər. Adamlar da var ki, sənətdən xəbəri yoxdur. Elə bir günən ki, bu sənət bunu gözləyir. Buna bir naxış verir. Parlayır, çıxır, gedir. Amma baxırsan ki, bunda sənətdə aid bir şey yoxdur. Bu da bir Allah möcüzəsidir. Bu da bir Allah tərəfindən. Allahın möcüzəsidir. Doğrudan da. Və onun bəxtinə də o yazılır. Elədir ki, var, elədir ki. Kimin bəxtinə nə yazılıbsa və kim nə qədər çalışırsa, o qədər də onun nəticəsini görür. Elədir. Nabə xanım, çox sağ ol. Bax, bugünkü gündə necə deyərlər, gəldik, danışdıq, gördük, ürəyimiz açıldı. Bir dəfə də biz ürəyimiz açıldı. Biz həmişə gülüş bəxş eləmişik. Sizə həyatda uzun ömür, can sağlığı, ailə saadəti. Buradan sizin ananıza da uzun ömür, can sağlığı, onun əllərindən öpürəm, bağrına basıram. Bütün analarla bir yerdə Allah Teala bizim analarımıza həmişə can sağlığı, onların nəfəsi bizim üstümüzdən əksik olmasın. Ataların da anaları. Bəli. Dünyasını dəyişənlərə Allah rəhmət eləsin deyirik. Dünyada sağ qalanlarına hamısına uzun ömür, can sağlığı arzulayırıq. Buradan yenə də o kollektivi yada salaraq, Arif müəllim başda olmaqla bütün o bizdə necə o kollektivdə çalışan yoldaşları, sənət adamlarını da bütün sənət adamlarını sevirik, salamlayırıq. Allah onlara can sağlığı versin. Hamıya bol şans. Bəli, macəraların, sözün, söhbətin. Canınızı sağlığı, gələn verilişdə dəvət eləyərdik. İnşallah. Və mən o verilişdə başqa bir macəralardan da danışarıq. Sən də yadıma düşənlərdən danışarsan. Mənim gözüm sizə. Çox sağ olun, verilişiniz uzun ömür olsun. Yaşasın, yenə də yaşasın. Sağ olun, siz də yaşayın, sizi kimi sənət adamları da yaşasın ki, bax bu xalqa elə lazımdır. Bəli, çox sağ ol, sahib gəldiyinə görə, dəvətimizə görə sizi yola salaq. Çox sağ olun. Çox sağ olun. Gələn görüşlərdə inşallah. Bax, bugünkü gündə də bir qonağımızı dəvət elədik. Onun həyat və yaradıcılığı ilə yaxından sizləri tanış elədik. Və Allahın köməkliyi ilə mən demirəm hələlik. Biz yenə gələrik. Sağ olun, salamat qalın.